إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم ونفسي بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Ən birinci nəfsimə, sonra da sizə Allahdan qorxmağı tövsiyə edirəm. Çünki bu Allah Taala'nın həm bizə, həm də bizdən əvvəlki ümmətlərə etdiyi bir tövsiyəsidir. Ona görə Allah Taala buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və Şeyx Abdüssalam İbn Bərcəs rahimehullah Usulü Dəvə Sələfiyyə risaləsində, Sələfi dəvətinin əsasları risaləsində yeni bir fəslə keçirir. Və buyurur ki, Əl-Aslu Sədis, 6-cı əsas, Əl-İrtibatul Vəthiq bi uləmə-i sünnə. Sünnə alimlərinə möhkəm bağlılıq. Yəni, sünnə alimlərinin ətrafında möhkəm bağlanmaq və onların ətrafında olmaq. Və sonra buyurur ki, və şək yoxdur ki, və heç kimə gizli deyil ki, şəriətimiz, İslam dini alimlərə necə böyük yer verib, necə böyük önəm verib və necə onlara böyük fəzilət verib. Lakin bəzi insanlar alimlərlə bağlılığı onlara təəssübkeşlik etməklə, onlara kör-körana təqlid etməklə qatışdırırlar. Elə bilirlər ki, alimlərə bağlılıq dedikdə onlara kör-körana təqlid etmək və onlara təəssübkeşlik etmək qəsd olunur. Və bu da böyük bir xatadır. Çünki alimlərə bağlılıq, sələfə görə, sələf alimlərinə görə alimlərə bağlılıq o deməkdir ki, o alimlərdən elm tələb etmək lazımdır. O alimlərdən elm götürülür. O alimlərdən istifadə olunur. Sualda onlara yönəlilir. Və doğru yolu axtarmaqda, doğru yolu tapmaqda onların göstərdiyi sözlərə, onların göstərdiyi fətvalara baxılır. Və doğru yolu axtarmaqda onlara üst tutulur. Və bu kimi məsələlər qəsd olunur. Lakin təqlidə gəlincə isə təqlid o kəslərə caizdir ki, onlar avam kütlədir. Onlar elmdən heç bir təsiri olmayan kəslərdir ki, hansılar ki, elmi məsələləri, elmi hökmləri, elmi qərarları ayıra bilmirlər öz-özlərində. Sərbəst əhkamlardan istifadə edə bilmirlər, başa düşmürlər. O kəslərə alimlər təqlid etməyi caiz görüb. Lakin o kəs ki, elm məsələləri araşdıra bilir, qərarlardan, hökmlərdən, məsələlərdən nəticə çıxara bilir, dəlillərə baxa bilir, onlara təqlid etmək caiz deyil. Və sələf alimlərinin və ya sələflərin alimlərə bağlılıq haqqında sözlərini və ya alimlərin ətrafında olmaq haqda məsələləri bundan əvvəlki dərslərin bəzilərində açıq-aydın bəyan etdik və onun faydasını da bəyan etdik. Həmçinin bəyan etdik ki, insanları alimlərin ətrafından uzaqlaşdırmaq, onun zərəri necə də böyükdür. Və o kəslər ki, insanları alimlərin ətrafından uzaqlaşdırmağa çalışır, onlar şəriətə necə də böyük zərər vururlar, necə də böyük zərər vurmaq istəyirlər. Ona görə Şeyx Abdurrahman Əs-Sə'di rahimehullah bu ölkəyə, yəni Səudiyyəyə Allah Taala'nın verdiyi nemətlər haqqında danışanda buyurur ki, فَنَقَّى لَكُمْ دِينَكُمْ مِنَ الْبِدَعِ وَالْإِشْرَاقِ. Yəni Allah Taala sizin üçün dininizi bidət və şirkdən tərtəmiz etdi, pak etdi. Və sizi şirk və onun vasitələrindən salamat etdi. Şirk və onun yollarından, zəlalət və həlakdan və ondan xilas olmaq üçün olan vasitələri sizin üçün asanlaşdırdı və sizi zəlalətdən və həlakdan xilas etdi. Və sizin üçün elə bir imamlar, elə bir alimlər qoydu ki, onlar sizi doğru yola yönəltdilər. Və onlar özləri də doğru yol üzərində idilər. Və bu imamlardan İmam Əhməd rahimehullah, Əhl-i Sünnənin böyük imamı kimi tanınan İmam Əhməd rahimehullah sizə Quran və Sünnəni çatdırdı. Nəinki o, həmçinin də onun tələbələri, onun davamçıları və onun kimi alimlər sizin üçün Əhl-i Sünnəni bidət əhlindən və digər həlak olmuş tayfalardan, hizblərdən
seçdi, ayırdı və sizi doğru yola yönətdi. Hətta ondan sonra İslamın şeyxi və müsəlmanların şeyxi olan Şeyxülislam İbn Teymiyyə Əhməd İbn Teymiyyə Əl-Hərrani rahimehullah gəldi. Və o da münafiq və kafirlər və digər azğın tayfalarla ömrünün sonuna kimi mübarizə apardı, müharibə apardı. Və açıq aydın sünnəni bəyan etdi, izhar etdi, onun əlamətlərini, onun elmini insanlara çıxartdı. Hətta ondan əvvəlkilər də, ondan sonrakılar da bu cür sünnəni bəyan etməkdən aciz olmuşdular. Bu cür sünnəni dərk etməkdən aciz olmuşdular. Və onun yolunu da onun tələbələri, onun davamçıları və ondan sonra gələn onun yolunu tutmuş alimlər davam etdi. Hətta növbə Ərəbistan yarımadasının şeyxi kimi tanınan böyük alim Şeyxülislam Muhammed ibn Abdülvahhab rahimehullah gəldi. Və o da bu işi layiqincə yerinə yetirdi, tamamladı. Və xalis tohidin yayılmasında və pak sünnənin bəndələrə çatmasında böyük rol oldu. Xalis tohidi bütün Ərəbistan yarımadasına yayana dək və sünnəni insanlara, Allahın bəndələrinə çatdırana dək bu dinin düşmənlərinə qarşı mübarizə və müharibə apardı. Və nəhayət şirki və bidətin vasitələrini əzdi. Fəsadı aradan qaldırdı. Və nəhayət Allahın lütfi ilə Ərəbistan yarımadası tohid və sünnəyə boyandı. Və bütün şirk və onun vasitələrindən təmiz oldu. Və bu da onun səyi və həmçinin də tələbələrinin və nəvələrinin və onun köməkçilərinin səyi nəticəsində oldu. Və Ərəbistan yarımadası şirkdən tam olaraq tərtəmiz oldu. Ona görə də orada heç bir qəbrin üzərində nə bir qübbə görərsən, nə bir pir görərsən, nə də ki, məxluqla təvəssül edən görərsən. Nə mövlud görərsən, nə məbəd görərsən. Şirkin heç bir vasitəsini görə bilməzsən. Məgər Allah Taala'nın sizə bundan böyük bir neməti varmı? Ki, sizin üçün bu cür şərəfli dini qoruyan böyük alimlər lütf edib. Hansı ki, onlar sizin üçün dininizi, səhih dininizi qoruyub çatdırıb. Və sizin nəsilləriniz, atalarınız və övladlarınız, nəvələriniz bu xalis tohid üzərində böyüyüb, yetişib, yaşayıblar. Və bu şəriətin saf bulağından saf suyu hələ də içməkdə davam edirlər. Və bu sudan ovuc-ovuc hələ də götürməkdə, hələ də içməkdə davam edirlər. Və bu da sizin vasitənizlə həyata keçməyib. Sizin səyinizlə həyata keçməyib. Nə sizin qüvvətinizlə, nə elminizlə, nə də zəkanızla həyata keçməyib. Bu yalnız Allah Taala'nın lütfü və fəziləti ilə, tükənməz və bitməz lütfü və fəziləti ilə olub. Bununla yanaşı görərsiniz ki, digər ölkələrdə, digər şəhərlərdə şirk və küfür, açıq aydın azğınlıq necə də baş alıb gedir. O ölkələr, o şəhərlər bidət və xurafat içində batıb gedir. Oranı bidət və qəbirlərin üzərində tikilən qübbə və pirlərlə doludur. Və o ölkələrdə həmçinin rəzil və pis əxlaq baş alıb gedir. Və Allaha həmd edin ki, Allah Taala sizə bu cür neymət verib. O neymət ki, siz onu nə saya, nə də onun şükrünü yerinə yetirə bilərsiniz. Və sonra Şeyx Abdüssalam Əl-Bərcəs rahimehullah buyurur ki, əgər biz bu alimlər, bu mübarək məclislə, hansı ki adlarını zikr etdik ki, Şeyxülislam Muhammed Abdülvahhab və Şeyxülislam İbn Teymiyyə və İmam Əhməd rahimehullah bu kimi alimlərin ətrafında möhkəm bağlansaq, elmi onlardan tələb etsək və onlara olan bağlılığımız tam olsa, Allah Taala bizi bidətlərdən və xurafatlardan qoruyar. Və bunun nəticəsində də biz cürbəcür çıxmış yeni fikirlərin ətrafında olmarıq, onların dalınca qaçmarıq. O fikirlər ki, bidət və zəlalət fikirlərdir. O fikirlər ki, batil və azdıran fikirlərdir. Baxmayaraq ki, bəziləri sünnə libası geyib, lakin sünnə bu cür fikirlərdən uzaqdır. Bu cür fikirlər zəlalətdən başqa bir şey deyil. Və sonra şeyx buyurur ki, və bu cür naqisli, yəni bu cür fikirlər bizə yalnız o zaman daxil olub ki, biz səhih sünnəti və səhih mənhəci tərk edib üzümüzü ondan çevirdik.
və bu səhih mənhəclə kifayətlənməyib, başqa mənhəclər axtardıq. Digər ölkələrdən, Misir, Hind kimi digər ölkələrdən gələn və ya bu gətirilən fikirlərin ardınca qaçanlar olduğu üçün bizim bu saf etiqadda, bu saf əqidədə, saf mənhəcdə naqislik baş verdi. Ona görə də düşünən görər ki, sələfin mənhəci ilə bu cür zəlalət mənhəclər arasında nə böyük fərq var. Sələfin mənhəci bir vadidədir, bu zəlalət fikirlər isə başqa bir vadidədir. Və şeyxin buyurduğu kimi bu cür zəlalət mənhəc, zəlalət fikirlər insanlara bu fikirlərin daxil olması səbəbindən, bu fikirləri insanlara yeritməyə çalışan şəxslər tərəfindən gətirildikdən sonra insanların etiqadında bu cür naqislik baş verdi. O vaxt ki, onlara Seyyid Qutub kimi, Mağdudi kimi bidət üzərində əhkamlarını qurmuş şəxslərin fikirləri daxil oldu, onlar sələfin mənhəcindən uzaq oldu. Allah Taala bizi sələfi mənhəcinin üzərində sabit etsin. Allah Taala bizi eşidib faydalardan etsin. Aqulu ma tasma'un və astaghfirullaha li və lakum və lisa'il muslimin min kulli zənb fəstəğfiru innehu vəl-ğafurur rahim.